gözünden bir haber. Gafil oyan, gafil oyan, gafil oyan. Qeybin dili deyə yad edilən Hafiz Şirazi buyurur: "Salha dil tələb cam cəmez ma mi کرد وانچه خود داشت ز بیگانه تمنا می کرد." Ürək illərlə cəmin camını bizdən istəyirdi. Özündə olan şeyi özgədən umurdu. Bir gün xanım Sufi Rabiyə əlində çıraq küçədə nəsə axtarırdı. Qonşuları yaxınlaşıb ondan gecənin bu vaxtında nə axtardığını soruşdular. Çünki bilirdilər ki, xanım nə isə boşuna axtarmaz. Rabiyə onlara öz iynəsini axtardığını deyir. İtən sadəcə bir iynə olduğu üçün əvvəlcə bunu ciddi qarşılamırlar. Sonra isə əgər Rabiyə bunu axtarırsa, deməli bunda bir hikmət var deyirlər və yenidən xanımla birlikdə iynəni axtarmağa başlayırlar. Ancaq toz torpaq arasında iynəni tapa bilməyəndən sonra qonşulardan biri iynəni harda itirmisənsə de, orada axtaraq deyir. Xanım Rabiyə hər kəsi qıcıqlandıracaq bir cavabla iynəni evdə itirdiyini deyir. Yenə həmin adam təəccüblə, əgər iynəni evdə itirmisənsə, nə üçün küçədə axtarırsan deyə soruşur. Xanım isə cavabında, evdə itirdiyinizi çöldə axtarmaq sizin adətiniz deyilmi məgər buyurur. Bəli, həqiqətən də biz insanlar beləyik. Yaradanın batinimizdə qoyduğu xoşbəxtliyi özümüzdən kənarda tapacağımızı zənn eləyib bir ömür boş xülyalar ilə yaşayırıq.